Bugünkü mövzumuz Rusiya. SSR-nin dağılması nəticəsində yeni yaranan dövlətlərdən biri də Rusiya idi. 90-cı ilin iyun ayında Rusiya öz müstəqilliyini elan etsə də, SSR-nin varlığına tamamilə son qoyulduqdan sonra bir dövlət kimi fəaliyyətə başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin olmuşdu. Boris Yeltsin vasitəsilə ilə keçmiş ittifaqın bir çox idarə və təsisatı Rusiyanın sərəncamında qaldı. 92-ci ildən etibarən Rusiya dövləti rəsmi olaraq adını dəyişdirərək Rusiya Federasiyası adlandırıldı. Müstəqil Rusiyanın daxili siyasi vəziyyəti son dərəcə mürəkkəb idi. İslahatlar lazım idi. İslahatların əsasını yeni dövlətçiliyin formalaşması, planlı sosialist iqtisadiyyatının bazar iqtisadiyyatına keçməsi təşkil edirdi. Yəni deyirlər artıq planlı iqtisadiyyat yox, bazar iqtisadiyyatına keçilsin. Amma ictimai həyatın yenilənməsi ləngiyirdi. İstehsalın aşağı düşməsi, əhalinin böyük əksəriyyətinin həyat səviyyəsinin pisləşməsi, böyük həcmdə xarici borclar, müxalifətçilik əhval-ruhiyyəsi islahatlara mane olurdu. Bununla belə tədricən cəmiyyətin modernləşməsi gedirdi. Seçkili idarəetmə orqanlar yaradılır, çoxpartiyalıq formalaşırdı. Deməli, Yeltsinin dövründə çoxpartiyalı sistem formalaşmışdı. İqtisadi sahədə xüsusi mülkiyyət, kapitalist istehsalı, bazar münasibətləri bərqərar olurdu. İndi baxaq, Rusiya Federasiyasında SSR-dən miras qalan ən mürəkkəb məsələlərdən biri millətlərarası münasibətlər problemidir. Bu dövrdə vəziyyəti gərginləşdirən şərait ondan ibarət idi ki, yeni Rusiyaya federativ quruluşun əvvəlki etnik prinsipi miras qalmışdı. Federasiyanın subyektləri keçmiş Rusiya muxtariyyətləri idi. 92-ci ildə Rusiya prezidenti ilə respublikaların nümayəndələri arasında imzalanan federasiya müqaviləsi problemi siyasətdən hüquq sahəsinə keçirməklə ölkənin parçalanması təhlükəsinin qarşısını almışdı. Deməli, Rusiya Federasiyasının ən mürəkkəb məsələlərdən biri SSR-dən miras qalan millətlərarası münasibətlərdir. Yəni bilir ki, SSR böyük bir imperiyadır, tərkibində bir çox millət var idi. Ölkənin çoxmillətli olması etnik dini münaqişələrin artmasına səbəb olurdu. Federasiyanın tərkibində olan muxtar vilayət və respublikalarda müstəqillik meylləri güclənirdi. Deməli, Rusiya Federasiyasının tərkibində olan həm muxtar vilayətlərdə, həm də respublikalarda müstəqillik meylləri güclənirdi. Yeni Rusiyaya federativ quruluşun əvvəlki etnik prinsipin miras qalması vəziyyəti gərginləşdirirdi. Federasiyanın subyektləri keçmiş Rusiya muxtariyyətləridir. 92-ci ildə Rusiya prezidenti ilə milli respublikalar arasında federasiya müqaviləsi imzalandı. 92-ci ildə bu müqavilə ilə artıq problem siyasətdən hüquq sahəsinə keçildi, ölkənin parçalanmasının qarşısı alındı. Milli respublikalar vilayət və diyarlardan daha çox səlahiyyət aldı. Deməli, Rusiyanın ən böyük problemi tərkibindəki olan o respublikalar, vilayətlərin muxtariyyət məsələsidir. Federasiya müqaviləsi imzalandı. Bu müqavilə ilə problem siyasətdən hüquq sahəsinə keçildi. Respublikalar, vilayət və diyarlardan daha çox səlahiyyət almışdı. 92-ci il Federasiya müqaviləsini imzalamadı Çeçenistan və Tataristan. Və bu da Rusiyanın bütövlüyünü sual altında qoyurdu. Bir çox milli hərəkatların proqram sənədlərində separat tələblər yer alırdı. Müstəqillik uğrunda cərəyan edən hadisələrin mərkəzi Şimali Qafqaz idi. Deməli, müstəqillik uğrunda cərəyan edən hadisələrin mərkəzi Şimali Qafqaz oldu. 90-cı ilin yazında Çeçen Xalq Konqresi Çeçenistanın müstəqilliyi haqqında qətnamə qəbul etdi. 90-cı ilin yazında Çeçen Xalq Konqresi Çeçenistanın müstəqilliyi haqqında qətnamə qəbul etdi. İstefada olan General Cövhər Dudayev Çeçen Respublikasının prezidenti seçildi. İndi baxaq Çeçen müharibəsinə. Çeçenistanın mərkəzi hakimiyyətə tabe etmək üçün Rusiya ora qoşun yeritdi. 94-96-cı illəri əhatə edən 1-ci Çeçen müharibəsi başladı. 94-cü ildən 96-cı ilə qədər. Bu müharibədə Dudayev öldürülsə də Çeçenlər mübarizəni davam elətdirdi. Demək, öldürülür Dudayev, amma vəziyyət dəyişmir. Bağlanan sazişə əsasən Rus qoşunları Çeçenistanı tərk edir və Çeçenistanın statusunu məsələsi 5 il müddətini təxirə salır. Deməli, 94-96 1-ci Çeçenistan-Rus müharibəsi, Dudayev öldürülür, amma vəziyyət dəyişmir.
96-cı ildə Rusiya qoşunlarını Çeçenistandan çıxardır və saziş imzalanır. Bu sazişə görə Çeçenistanın statusunun həlli məsələsi 5 il müddətdən təxirə salınır. Daha sonra 99-cu ilin payızında Çeçenistan ətrafında vəziyyət yenidən kəskinləşir və ikinci Çeçen müharibəsi başlayır. Bu dəfə müharibəyə ciddi hazırlaşan Rusiya istəyinə nail olmağı bacarmışdı. Deməli, birinci Çeçen müharibəsi 94-96, ikincisi 99-2009. Rusiya yarandı 90-cı ilin iyun ayında. Müstəqil dövlət kimi fəaliyyət göstərən SSR dağıldıqdan sonra federasiya adlandı 92-ci ildə. Ən böyük problemi federasiyanın tərkibindəki olan respublikalar, çoxmillətli xalqlar idi. Bununla da bağlı 92-ci ildə federasiya müqaviləsi imzalandı. Müqaviləni imzalamamışdı Çeçenistan, Tataristan. Ona görə Çeçenistandan 2 dəfə müharibə apardı. Birincisində məğlub olsa da, ikincisində qalib gəlmişdi. İndi baxaq qonşu dövlətlərlə problemlər. 91-ci ilin dekabr ayında SSR dağıldıqdan sonra onun tərkibindən ayrılan respublikalar Müstəqil Dövlətlər Birliyini, yəni MDB-ni yaratdı. Baltikyanı respublikalardan başqa keçmiş Sovet respublikalarının hamısı MDB-də təmsil olunurdu. Deməli, 91 dekabrında SSR dağıldı, MDB yarandı. Rusiya, Ukrayna, Belarusiyanın iştirakı ilə yaradılmışdı. Baltikyanı ölkələrdən başqa keçmiş Sovet respublikalarının hamısı MDB-yə üzv olmuşdu. Məqsəd, Rusiyanın keçmiş Sovet məkanındakı nüfuzunu və varlığını MDB vasitəsilə səmərəli əməkdaşlıq mexanizmi əsasında davam etdirmək idi. Rusiyanın aparıcı rolunu saxlamaq şərti ilə möhkəm geosiyasi ittifaqa çevrilməlidir bu MDB. Lakin MDB-yə daxil olan bir sıra dövlətlər arasında həll olmamış problemlər, münaqişələr həllə də qalmaqdaydı. İndi baxaq Daşkənd müqaviləsinə. Deməli, SSR dağıldı 91-ci ildə. 92-ci Daşkənd müqaviləsi imzalandı. 92-ci ildə imzalanan Daşkənd müqaviləsinə əsasən keçmiş SSR-nin hərbi əmlakı vaxtı ilə ona daxil olan respublikalar arasında bölüşdürüldü. Deməli, 92-ci ildə Daşkənd müqaviləsi, bu müqavilənin keçmiş SSR-nin əmlakı ona daxil olan respublikalar arasında bərabər şəkildə bölüşdürüldü. Bu müqavilədə nüvə silahına nəzarət isə Rusiya öz əlində saxladı. 92 Daşkənd müqaviləsi, keçmiş SSR-nin əmlakı vaxtı ilə ona daxil olan respublikalar arasında bölüşdürüldü. Nüvə silahına nəzarət Rusiya öz əlində saxladı. Daha sonra Belarusiya və Ukraynada ərazilərində yerləşən nüvə silahlarını Rusiya aparılmasına razılıq verdi. Həm Ukrayna, həm Belarusiya öz ərazilərində olan nüvə silahlarını Rusiya aparılmasına razılıq verdi. Daha sonra Ukrayna və Qazaxıstan nüvə silahına sahib olmaq üçün hüquqlarını irəli sürdülər. Lakin Rusiya və ABŞ-ın təzyiqi ilə hər iki dövlət 94-cü ildə Budapeştdə nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. Rusiya, Ukrayna, İngiltərə və ABŞ-ın imzaladığı Budapeşt protokolu ilə Kiyev rəhbərliyinə heç bir ölkənin Ukraynaya qarşı güc tətbiq etməyəcəyi, eyni zamanda ölkənin suverenliyinə və mövcud sərhədlərinə hörmətlə yanaşacağına dair təminat verilmişdir. Deməli, bir də bunu təkrar baxaq. 92-ci Daşkənd müqaviləsi. SSR-nin əmlakı bölüşdürüldü. Ukrayna Belarusiya dedi ki, ərazimizdə yerləşən nüvə silahı Rusiyaya aparılsın. Nüvə silahına nəzarət Rusiyanın əlində qalsın. Lakin daha sonra Qazaxıstan və Ukrayna nüvə silahına sahib olmaq haqlarını irəli sürdülər. Lakin Rusiya və ABŞ-ın təzyiqi ilə hər iki dövlət, Qazaxıstan və yəni Ukrayna 94-cü ildə Budapeştdə nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. 94-cü il Budapeşt, yəni Macaristanda nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. Daha sonra Rusiya, Ukrayna, İngiltərə və ABŞ imzaladığı Budapeşt protokolu ilə Kiyev rəhbərliyinə Ukraynaya qarşı heç bir ölkənin güc tətbiq etməyəcəyi, Ukraynanın suverenliyinə və mövcud sərhədlərinə hörmətlə yanaşacağına dair təminat verildi. Deməli, Ukrayna söz verdi ki, artıq nüvə silahının yayılmaması müqaviləsinə qoşulur. Bunun da qarşılığında Kiyev rəhbərliyinə deyirlər ki, Ukraynaya qarşı heç bir ölkə güc tətbiq etməyəcək, sənin sərhədlərinə hörmətlə yanaşacaq. Daha sonra
Qara Dəniz donanmasına görə Rusiya ilə Ukrayna arasında olan gərgin münasibətlər 97-ci ildə öz həllini tapdı. Tərəflər arasında razılığa əsasən Rusiya Qara Dəniz donanmasının 87%-nə sahib olmaqla Sevastopol hərbi dəniz bazasını icarəyə götürmək hüququnu aldı. 97-ci ildə Qara Dəniz donanmasına görə olan gərginlik aradan qaldırıldı. Rusiya Qara Dəniz donanmasının 87%-nə sahib oldu. Rusiya Sevastopol hərbi dəniz bazasını icarəyə götürmək hüququnu aldı. Daha sonra 99-cu ildə Rusiya və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə imzalandı. Deməli, Rusiya-Ukrayna arasında 99-cu ildə dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə imzalandı. Müqavilənin imzalanmasına baxmayaraq, Krım yarımadası Ukrayna ilə Rusiya arasında mübahisəli yer kimi qalırdı. İndi baxaq Vladimir Putinin prezidentliyi dövrünə. 99-cu ildə Boris Yeltsin istefa verir. 1999-cu ildə Yeltsin istefa verdi və 2000-ci ildə Vladimir Putin Rusiya Federasiyasının ikinci prezidenti oldu. 99-cu ildə Yeltsin getdi, 2000-ci ildə Putin Rusiya Federasiyasının ikinci prezidenti oldu. Putinin siyasət əsasını dövlət hakimiyyətinin möhkəmləndirilməsi, Rusiyanın beynəlxalq nüfuzunun bərpa edilməsi təşkil edirdi. Putinin prezidentlik dövründə əsas məqsəd sabit inkişafın təminatı olan güclü dövlət idarəçiliyinin yaradılması idi. Güclü dövlət idarəçiliyinin yaradılması. İndi baxaq Gürcüstanla müharibəyə. Rusiyanın Cənubi Osetiyaya görə Gürcüstanla münasibətləri gərgin olaraq qalmaqdadır. Belə ki, 2008-ci ilin avqustunda Gürcüstan hərbi qüvvələri Cənubi Osetiyada qayda-qanunu bərpa etmək və yerli separatçı qüvvələrin hərəkətlərini qarşılamaq məqsədi ilə əyalətin ərazisinə daxil oldu. Cavab olaraq, Rusiya hərbi qüvvələri müstəqil Gürcüstanın ərazisinə hücuma keçdi. Beləliklə, 5 günlük Rusiya-Gürcüstan müharibəsi başladı. Canlı qüvvə və hərbi texnika cəhətdən Gürcüstan ordusundan qat-qat üstün olan Rus qoşunları tezliklə Cənubi Osetiyanın yerli əskərlərlə birlikdə Gürcü qoşunlarını məğlubiyyətə uğratdılar. Bu müharibə Rus və Gürcü xalq arasında dərin uçurum yaratdı. Abxaziya və Cənubi Osetiya üzərində nəzarət itirməklə Gürcüstan suveren ərazisinin 20%-nə məhrum oldu. Rusiya-Gürcüstan münasibətləri hələ də gərgin olaraq qalır. Deməli, 2008-ci ildə 5 günlük Rusiya-Gürcüstan müharibəsi baş verdi. 2008-ci ilin avqust ayında Gürcüstan hərbi qüvvələri qayda-qanunu bərpa etmək üçün, yerli separatçı qüvvələrin hərəkətlərinin qarşısını almaq üçün Cənubi Osetiyada daxil olur bu əraziyə. Lakin Rusiya buna qarşılıq olaraq Gürcüstanla müharibəyə başlayır. Nəticədə Rusiya Cənubi Osetiyanın yerli əskərlərlə birlikdə Gürcü qoşunlarını məğlub edir. Gürcüstan, Abxaziya və Cənubi Osetiyada nəzarəti itirməklə suveren ərazisinin 20%-ni itirir. Bugün də itirdiyi ərazilərə görə Gürcüstan-Rusiya münasibətləri hələ də gərgin olaraq qalır. İndi baxaq Krım məsələsinə. Çox vacib məsələlərdən biri də Krım məsələsidir. Deməli, Rusiya-Ukrayna arasındakı münasibətlər gərgindir. Niyə? Krım hələ də mübahisəli bir ərazi idi. Deməli, hələ də Krım mübahisəli bir ərazi idi. Eyni zamanda Ukrayna kilsəsinin Moskva Pokrov kilsəsindən ayrılıb İstanbulda yerləşən patriarxlığa birləşmək istəyirdi. Ukrayna qərb ölkələr yaxınlaşırdı. Deməli, Ukraynanın qərblə yaxınlaşması, Krımın mübahisəli ərazi kimi qalması, bir də Ukrayna kilsəsinin Pokrov kilsəsindən ayrılıb İstanbulda yerləşən patriarxla birləşmək istəyinə görə aralarında münasibətlər gərginləşirdi. Bu vəziyyətdən istifadə edən Rusiya 2014-cü ildə Krımı özünə ilhaq etdi. Buna görə ABŞ və Avropa birlikləri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi. İqtisadi sanksiyalar. İndi Krımda baş verən etiraz aksiyalarına baxaq. Krım yarımadasında yaşayan əhalinin əksəriyyətini Rusiya-Ukrayna ikili vətəndaşlığı olan ruslar təşkil edir. Deməli,
Krımda yaşayan əhalinin əksəriyyətini Rusiya, Ukrayna, yəni ikili vətəndaşlığı olan ruslar təşkil edirdi. Ukraynada hakimiyyət əleyhinə etiraz aksiyaları başladı. 2013-cü ildə ölkədə vəziyyət nəzarətdən çıxdı. 100 minlərlə aksiyaçı Azadlıq meydanında iqtidarın istifasını tələb etdi. Ukraynada hakimiyyətin dəyişməsi Putin üçün sərfəli deyildi. Belə ki, Putin böyüklüyünə görə ikinci Şərqi Slavyan ölkəsi olan Ukraynanın gələcəkdə Avropa İttifaqının yanında yer almasından ehtiyat edirdi. Odur ki, Rus dilli əhalinin əksəriyyət təşkil etdiyi rayonlarda olduğu kimi, Rusiya Krımda yeni hakimiyyətə qarşı müxalifətə dəstəklədi. İlk növbədə 2014-cü ildə Krımın statusu haqqında referendum keçirildi. Səs çoxluğu ilə Krım Muxtar Respublikası Rusiya Federasiyasının tərkibinə daxil edildi. Krımın Rusiyaya ilhaq edilməsi ilə yanaşı, Ukraynanın Luqansk və Donetsk bölgələri separatçı qüvvələr Ukrayna hakimiyyətinə tabeçilikdən imtina etdilər. Deməli, Rusiya ilə Ukrayna arasında münasibətlər hələ də gərgindir. Niyə? 1. Krım mübahisəli ərazidir. 2. Ukrayna qərbinə yaxınlaşırdı. Bir də Ukrayna Moskva Pakrovsk hissəsindən ayrılıb İstanbuldakı patriarxla birləşmək istəyirdi. Ona görə vəziyyət gərginləşirdi. Eyni zamanda 2013-cü ildə Ukraynada hakimiyyət əleyhinə etiraz aksiyaları başladı. Artıq iqtidarın getməsini istəyirdilər. Bu da Putinə sərf eləmirdi. Çünki ikinci ən böyük Şərqi Slavyan ölkəsi olan Ukraynanın gələcəkdə Avropa İttifaqında yer almasından ehtiyat edirdi. Ona görə də ikili vətəndaşlığı olan ruslar, yəni Krımda əhalinin çoxunu ikili vətəndaşlığı olan ruslar təşkil edirdi. Referendum keçirir 14-cü ildə səs çoxluğu ilə Krım Muxtar Respublikası Rusiya Federasiyasının tərkibinə daxil edildi. Təkcə Krım yox, eyni zamanda Ukraynanın Luqansk və Donetsk bölgələrinə də separatçılar Ukrayna hakimiyyətinin tabeçilikdən imtina etdilər. Ukrayna ilə Rusiya arasında 2022-ci ilin fevral ayında yenə müharibə baş verdi. Deməli, Ukraynanın NATOya üzv olmağa can atması ölkə təhlükəsini təhdid sayan Rusiya 2022-ci ilin fevral ayında ölkəyə hücum etdi. Rusiyanın Ukrayna ilə müharibəyə başlaması qərb ölkələrinin Rusiyaya qarşı yeni sanksiya tətbiq etməsinə gətirib çıxar. Deməli, həm 2014-cü ildə, həm də 2022-ci ildə qərb ölkələr Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmişdi. İndi çox maraqlı bir mənbə məlumatına baxaq. Krım məsələsinə baxaq. Deməli, SSR-nin dağılması ərəfəsində Krımın 2-ci Dünya müharibəsi dövründə ləğv edilmiş muxtariyyət statusu geri qaytarıldı. Beləliklə, Krım yenicə müstəqil olmuş Ukraynanın tərkibində muxtar respublika oldu. Lakin 94-cü ildə Krım prezidenti Yuri Meşkov Rusiyaya birləşmək üçün müraciət elədi. Buna cavab olaraq Ukrayna Radası Krım Respublikasında prezidentlik vəzifəsini ləğv etdi. Qurumun səlahiyyətlərinin bir qismini əlindən aldı. Lakin Yeltsin buna etiraz etmədi. Çünki Ukrayna bunun əvəzində 94-cü ildə nüvə silahlarına sahib olmaq iddiasından əl çəkdi. Rusiya isə Budapeşt memorandumunun 2-ci maddəsində Ukraynanın suverenliyini tanıdığını və ona qarşı heç vaxt hərbi güc tətbiq etməyəcəyi ilə bağlı öhdəlik götürdü. Deməli, SSR-nin dağılması ərəfəsində Krım müstəqilini geri qaytardı. Ukraynanın tərkibində muxtar respublika idi. 94-cü ildə Krım prezidenti Yuri Meşkov deyir ki, mən Rusiyaya birləşirəm. Buna cavab olaraq Ukrayna prezident vəzifəsini ləğv edir, Krımın səlahiyyətlərini azaldır. Amma buna Boris Yeltsin etiraz etmir. Çünki Ukrayna bunun qarşılığında 94-cü ildə nüvə silahlarına sahib olmaq iddiasından əl çəkir. Rusiyada Budapeşt memorandumunun 2-ci maddəsi ilə Ukraynanın suverenliyini tanıdığını və ona qarşı heç bir güc tətbiq etməyəcəyi ilə bağlı öhdəlik götürür. 2001-ci ildə Putin Krımda yerləşən Rusiyaya məxsus Qara Dəniz donanması haqqında doktrinanı təsdiq etdi 2001-ci ildə. Bu sənədə görə Qara Dəniz donanması burada uzun müddətdə saxlanılmalı idi. 2010-cu il aprel ayının 21-də Ukrayna-Rusiya münasibətlərinin normallaşması ilə bağlı, o cümlədən siyasi əməkdaşlıq və iqtisadiyyat və humanitar məsələlər üzrə mühüm danışıqlar aparıldı. Rusiya Ukraynaya hərbi bazaların Krımda saxlanması müqabilində
ölkəyə ixrac edilən qaz qiymətlərində endirim edəcəyi barədə təminat vermişdi. Həmin gün Rusiya-Ukrayna prezidentləri Rusiyanın Qara Dəniz donanmasına aid Krım hərbi bazalarının icarə müddətinin 2017-ci ildən 2042-ci ilə qədər uzadılması haqqında Xarkov sazişini imzalamışdılar. Deməli, 2001-ci ildə Rusiya Qara Dəniz donanması haqqında doktrina təsdiq edir. Bu doktrina ilə Rusiyanın Qara Dənizdə donanmasının saxlanması müddəti uzadılır. Bunun qarşılığında Rusiya Ukraynaya ixrac edilən qazın qiymətində endirim edəcəyi barədə təminat verir. Deməli, 2001-ci il doktrina qəbul edilir. Bu sənədə görə Qara Dəniz donanması burada uzun müddət saxlamalıdır. Daha sonra 2010-cu ilin aprel ayının 21-də münasibətlər normallaşır deyə yenə danışıqlar aparılır. Bu danışıqlarda yenə də Rusiya hərbi bazalarını Krımda saxlayırdı. Bunun da müqabilində Rusiya Ukraynaya ixrac edilən qazın qiymətində endirim edəcəyi barədə təminat vermişdi. Elə həmin gün danışıqlarda qərar aldılar ki, Rusiyanın Qara Dəniz donanması Krım hərbi bazanın icarə müddəti 2017-ci ildən 2042-ci ilə qədər uzadılsın. Bu saziş adlanır Xarkov sazişi. 2010-cu il aprel ayının 21-də. Deməli, Rusiya ilə Ukrayna arasında Qara Dəniz donanmasına görə gərgin yaradan qaldır 97-ci ildə. 97-ci ildə Rusiya Qara Dəniz donanmasının 87%-nə sahib olmuşdu. Eyni zamanda Sevastopol hərbi dəniz bazasını icarə etmə hüququnu almışdı. 99-cu ildə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamışdılar. 2001-ci ildə Rusiya doktrina qəbul edir ki, donanma burada qalsın uzun müddət. 2010-cu ilin aprel ayının 20-də yeni danışıqlar həyata keçirildi. Danışıqlarda Rusiya donanma burada saxlanma qarşılığında Ukraynaya qazı ucuz qiymətə verəcəyi barədə təminat verir. Elə həmin vaxt aralarında yeni bir saziş Xarkov sazişi imzalanır. Bu sazişə əsasən Rusiyanın hərbi bazalarının icarə müddətinin 2017-ci ildən 2042-ci ilə qədər uzadılması barədə Xarkov sazişi imzalanır.